Hər vaxtınız xeyir olsun əziz izləyicilər. Hər zaman olduğu kimi bugün də studiyamızın qonağı var. Studiyamızın qonağı Qayıdış və Dirçəliş naminə Gənclər Təşkilatının sədri, həmçinin 3-cü sektor vətəndaş məsuliyyəti koalisiyasının koordinatoru Vüqar Qədirovdur. Vüqar müəllim, xoş gəlmisiniz studiyamıza. Xoş gördük. Vüqar müəllim, qaçqın və məcburi köçkün gənclərin təşkilatlanması və vahid gənclərin platforması ətrafında birləşməsi ideyası hardan yaralandı? İlk öncə mən sizi və həmkarlarınızı, eyni zamanda bütün mətbuat nümayəndələrini 22 iyul milli mətbuatımızın yaranması günü münasibəti ilə təbrik edirəm və fəaliyyətinizdə uğurlar arzulayıram. Çox sağ olun. Bildiyimiz kimi 1988-ci ildən etibarən Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarına qarşı təcavüzü, eyni zamanda Ermənistanın Azərbaycan torpaqlarında ikinci erməni dövləti yaratmaq iddiası sonradan Azərbaycan torpaqlarının 20%-nin işğalı ilə nəticələndi və bununla bərabər 1 milyondan artıq soydaşlarımız öz doğma torpaqlarından qaçqın və məcburi köçkünə çevrildilər. Təbii ki, bu təbəqənin əsas hissəsini təşkil edən gənclərlə işin təşkili demək olar ki, o vaxtı günün əsas aktual problemlərindən biri olaraq gündəmdə idi. Biz də tələbə olan vaxtlar, təbii ki, qaçqın və məcburi köçkün gənclərin problemlərinin həlli istiqamətində belə bir təşkilatın olması zərurətini dərk etdik və indiki Slavyan Universitetində, Bakı Slavyan Universitetində, vaxtki Mirzə Fətəli Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunda qaçqın tələbələrin hüquqlarını müdafiə təşkilatını yaratdıq. Sonra bu təşkilat Azərbaycan Qaçqınlar Cəmiyyətinə birləşdi. O cəmiyyətin gənclər şöbəsi kimi fəaliyyətini davam etdirdi. 1996-cı ildə isə Azərbaycan Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatı kimi öz uğurlu fəaliyyətinə başladı. İndi isə zəfərdən sonra, düşmən üzərində müzəffər qələbəmizdən sonra təşkilatın adını dəyişdirərək Qayıdış və Dirçəliş naminə Gənclər Təşkilatı kimi öz fəaliyyətimizi davam etdiririk. Təbii ki, qaçqın və məcburi köçkünlərin problemləri 90-cı illərin əvvəllərində Azərbaycanda bir nömrəli problem olaraq gündəmdə idi. Ermənistanın təcavüzkar siyasəti işğal nəticəsində bizim 20%-dən artıq bir daha deyirəm, torpaqlarımız işğal olunmuşdu. 1 milyondan artıq soydaşlarımız ölkənin müxtəlif bölgələrinə səpələnmişdilər, müxtəlif rayonlarda məskunlaşmışdılar. Və təbii ki, bu gənclərin problemlərinin əlaqələndirilməsi, onların dövlət qurumlarına çatdırılması, beynəlxalq təşkilatlarla, yerli, milli donor təşkilatlarla əlaqələndirilməsi bizim qarşımızda bir öhdəlik kimi dayandı. Və düşündük ki, əgər dövlət, əgər müxtəlif təşkilatlar, beynəlxalq qurumlar bizim problemlərimizlə məşğul olursa, nəyə görə biz öz problemlərimizin həllində iştirak etməyək? Və belə bir zərurətdən bu təşkilat yarandı və qısa müddətdə deyərdim ki, Azərbaycanda ən qabaqcıl gənclər təşkilatlarından birinə çevrildi. 1997-ci ildə fevral ayının 1-də Azərbaycan Respublikası Gənclərinin 1-ci forumunun birliyi münasibəti ilə xalqımızın ümummilli lideri Heydər Əliyevin gənclərlə görüşü zamanı mən də o görüşdə iştirak etdim və protokoldan kənar yaxınlaşıb söz istədim, çıxış etdim və ondan sonra bizim təşkilat Ədliyyə Nazirliyinin rəsmi dövlət qeydiyyatına alındı. Qaçqınların və məcburi köçkünlər işləri üzrə Dövlət Komitəsinin köhnə inzibati binasında biz mənzil qərargahı ilə təmin olunduq. Fəaliyyətimiz üçün münbit şərait yaradıldı və biz də təbii ki, dövlətin bu dəstəyini belə demək mümkünsə dəyərləndirərək öz prinsipal fəaliyyətimizi uğurla həyata keçirdik. Ümumi liderimizin Azərbaycançılıq ideologiyasını fəaliyyətimizin əsas istiqamət kimi qəbul etdik. Dövlət Gənclər Siyasəti haqqında fərmanında, Gənclər Siyasəti haqqında Azərbaycan Respublikasının qanununda, eyni zamanda qaçqınların və məcburi köçkünlərin məskunlaşması və məşğulluğunun artırılması üzrə dövlət proqramında bu təbəqənin gəncləri ilə bağlı o
bəndlərin hər biri demək olar ki, bu Gənclər Təşkilatı tərəfindən hazırlandı. Gənclər forumlarında təqdim olundu və demək olar ki, qaçqın və məcburi köçkün gənclərin həyatında mühüm rol oynadı. Hətta qaçqın və məcburi köçkün tələbələrin təhsil haqqından azad olunması məsələsi bizim qarşımızda əsas vəzifə kimi dayandı. İlk dəfə o məsələni biz qaldırdıq və bu gün də bizim tələbələr bundan bəhrələnirlər. Bayaq da qeyd etdiyiniz kimi, həqiqətən o zamanlar çətin dövr idi. Həmin dövrdə gənclərlə iş aparmaq nə dərəcədə çətin idi və əsas məqsədiniz nə idi? Gənclər Təşkilatının işğal dövrü və işğaldan sonrakı fəaliyyəti haqqında nə deyə bilərsiniz? Bilirik ki, Azərbaycan 1991-ci ildə öz dövlət müstəqilliyini əldə etdikdən sonra bilirik ki, Sovetlər dövründə komsomol var idi və o da ləğv olunandan sonra gənclərlə işin pərakəndəliyi demək olar ki, çox ciddi bir problem yaratmışdı. Azərbaycan gəncləri yalnız müxtəlif siyasi partiyaların qanadında fəaliyyət göstərirdilər. Müstəqil fəaliyyət göstərmək istəyən təşkilatlar üçün münbit şərait yox idi və bu baxımdan gənclərin təşkilatlanması və fəaliyyəti üçün demək olar ki, heç bir normal şərait yox idi. Məhz 1994-cü ildə ümummilli lider Heydər Əliyevin prezident kimi sərəncamlarından biri də Gənclər və İdman Nazirliyinin yaradılması oldu. 1996-cı ildə Azərbaycan Gənclərinin birinci forumunun keçirilməsi ilə bağlı qərar oldu və bundan sonra Azərbaycan gənclərinin həyatında demək olar ki, bir yüksəlişin bünövrəsi qoyuldu. Və təbii ki, indiki dövrlə müqayisədə o dövr həddindən artıq çətin bir dövr idi. Biz çox ciddi müharibə şəraitində idik. Ermənistan Azərbaycana silahlı təcavüzü davam edirdi. Azərbaycan iqtisadi cəhətdən müharibə aparan bir dövlət kimi çox çətin bir vəziyyətdə idi. 94-cü ildə sentyabr ayının 20-sində neft müqaviləsi imzalansa da, amma o neftdən hər hansısa bir gəlir götürmək o dövr üçün mümkün deyildi. Sonraki mərhələlərdə təbii ki, Azərbaycan iqtisadiyyatı da gücləndi. Bütün sahələrlə bərabər dövlət gənclər siyasətinə külli miqdarda vəsait ayrıldı və bu günlə müqayisədə təbii ki, o dövr çox çətin bir dövr idi. Amma bunu mütləq vurğulamaq və etiraf etmək lazımdır ki, bugünkü parlaq Azərbaycan gəncliyinin bünövrəsi də məhz elə 90-cı ilin əvvəllərində aparılan məqsədyönlü siyasətin nəticəsində mümkün oldu. Bəli. Ulu öndər Heydər Əliyev qaçqın və məcburi köçkünlərə diqqəti və qayğısı, eyni zamanda rəhbərlik etdiyiniz Gənclər Təşkilatına göstərdiyi dəstək fəaliyyətinizə necə təsir göstərdi? Ümumilikdə Ulu öndərimiz Heydər Əliyevin əlindən ilk şəxsiyyət vəsiqəsini almış bir gənc olaraq təəssüratlarınız necə idi? Bilirsiniz, ümummilli liderimizin həmişə bir sözü vardı. Deyir ki, mənim üçün bir nömrəli problem qaçqın və məcburi köçkünlərin problemidir. Və təbii ki, 1 milyondan artıq evini, eşiyini qoyub qaçqın köçkün didərgin həyatını yaşamağa məcbur olan insanların ağır sosial problemləri dövlətin üzərində idi. Bu ağır yükü dövlət çəkmək məcburiyyətinə qalmışdı və heç təsadüfi də deyildi ki, Heydər Əliyev bu problemi özünün bir nömrəli problemi hesab edirdi və həyata keçirilən dövlət proqramları da məhz bu təbəqənin insanların problemlərini həll etməyə yönəlmişdi. Gənclər də təbii ki, bu təbəqənin bir hissəsi idi. Qaçqın və məcburi köçkün Gənclər Təşkilatına ümummilli liderimizin diqqət və qayğısı təbii ki, 97-ci ilin fevral ayının birində bayaq dediyim kimi mənim çıxışımdan sonra Gənclər Təşkilatı mənzil qərargahından təmin olundu, Ədliyyə Nazirliyinin rəsmi dövlət qeydiyyatına alındı, dövlət orqanları ilə çox normal əməkdaşlıq əlaqələri quruldu. Və bundan sonra da təbii ki, biz öz fəaliyyətimizi həm Azərbaycançılıq ideologiyası, gənclərimizin hərbi vətənpərvər ruhunda tərbiyə olunması, gənclərimizin milli demokratik ruhda tərbiyə olunması, onların sosial, iqtisadi problemlərinin, təhsil, səhiyyə problemlərinin həllində yaxından iştirak etmək bizim əsas məqsəd və fəaliyyət istiqamətlərimiz oldu. Və heç təsadüfi deyil ki, bugün biz müzəffər gəncliyimizi, düşmən üzərində qələbəmizi qeyd ediriksə, tam təvazökarlıqdan uzaq deyə bilərik ki,
bu məsələdə bizim Gənclər Təşkilatının da gənclərimizin vətənpərvəri ruhunda tərbiyə olunmasına az rolu olmayıb. Və ona görə də müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun düşmən üzərində möhtəşəm qələbəsi də məhz Azərbaycan gəncliyinin vətənpərvərliyindən, milli ruhda tərbiyə olunmasından asılı idi və burada da bizim az da olsa payımız varsa biz özümüzü xoşbəxt hesab edirik. O zamanlar Heydər Əliyev gənclərlə bağlı siyasətini necə qiymətləndirirsiniz? Mən bayaq qeyd etdim, Azərbaycanda müstəqil Azərbaycan dövlətinin gənclər siyasətinin bünövrəsini ümumilli lider Heydər Əliyev qoydu. Bayaq qeyd etdiyim kimi Gənclər və İdman Nazirliyinin yaradılması, gənclər forumlarının keçirilməsi haqqında sərəncam, 2 fevral Azərbaycan Gənclər Gününün elan olunması, bilir 1996-cı ildə bayaq qeyd etdiyim kimi Azərbaycan gənclərinin birinci forumu keçirildi. 1997-ci ildə görüşdə Gənclər Təşkilatları tərəfindən, yəni o görüşdə mən də vardım, o təşəbbüsçülərdən biri də mən idim. 2 fevralın Gənclər Günü qeyd olunması ilə bağlı ümumilli liderimizə müraciət etdik və demək olar ki, 1997-ci ildə o sərəncam imzalandı. Ondan vaxta qədər 2 fevral Azərbaycan Gənclər Günü kimi qeyd olunur. Və bu da təbii ki, ümumi liderimizin gənclərə ən böyük diqqət və qayğısı. Eyni zamanda həyata keçirilən gənclərlə bağlı dövlət proqramları, müxtəlif gənclər strategiyaları, bunların hamısının bünövrəsi ümumi lider tərəfindən qoyulmuşdur. Bugün gənclərə keçmiş dövrün hansı örnəyini göstərərdiniz? Bugün doğrudan bəzən bir çox inkişafın, bəzən çox fəsadlarını da biz yaşamış oluruq. Müasir dövrdə sosial şəbəkələrin gənclər üzərindəki təsirini ilə müqayisədə bir 20 il, 25 il bundan öncəki gənclərin fəaliyyətində çox ciddi fərqlər var. Məsələn, o vaxtlar gənclər aktiv fəaliyyətə üstünlük verirdisə, indi gənclərin böyük bir hissəsi sosial şəbəkələrin qarşısına oturub, Facebook, Instagram, TikTok və digər sosial şəbəkələrin aludəçisinə çevriliblər və ən belə narahat edən səbəblərdən biri də odur ki, bu sosial şəbəkələrdən Azərbaycan dövlətinin inkişafı, Azərbaycan həqiqətlərinin dünya çatdırılması istiqamətində fəaliyyətdən çox zərərli vərdişlərin biz nümayişkaranə yayılmasını daha çox görürük. Bu da təbii ki, narahat edici səbəblərdən biridir. Amma yenə də təbii ki, bu sahədə də dövlətin, istərsə də Gənclər Təşkilatının üzərinə düşən məsuliyyət var. Biz də öz məsuliyyətimizi dərk edirik və çalışırıq ki, sosial şəbəkələrin verdiyi imkanlardan istifadə edib gənclərimizin düzgün istiqamətdə, dövlətçilik ruhunda, vətənpərvərlik ruhunda, tərbiyəsində öz töhfəmizi göstərək. Amma təbii ki, bir misal var, deyir, mühitdə yaşayıb ondan asılı olmamaq qeyri-mümkündür. Bu axında çalışırıq ki, biz milli dəyərlərimizi itkisinə çox az yer verə bilək. Çünki bu qloballaşma, bu sosiallaşma bəzən milli, mədəni dəyərlərimizə öz mənfi təsirini göstərir. Yəni, amma mən düşünürəm ki, indi də süni intellekt əsrinə qədəm qoymuşuq və cənab prezidentimiz də bu istiqamətdə sərəncam imzalayıb və düşünürəm ki, biz bütün inkişafda olan layihələrdən maksimum dərəcədə dövlətimiz, xalqımız və gənclərin mənafeləyi naminə müsbət istiqamətdə çalışmalıyıq, fəaliyyət göstərməliyik. Bəli, elə cənab prezidentdən söz düşmüşkən, cənab prezidentin verdiyi qərarlardan ən gözəli də belə deyərdi ki, o 30 ildə işğal dövründə olan torpaqlarımızın azad olunmasıdır. Cənab prezidentin belə deyək, işğaldan azad olunmuş torpaqlarda ondan sonraki gənclərin yəni fəaliyyətinə nə kimi təsir göstərəcək? Bilirsiniz, bəzən deyirlər ki,
30 ilə yaxın bizim torpaqlarımız düşmən tapdağı altındaydı. Bizim torpaqlarımız 30 ilə yaxın, yox 200 ildən artıq erməni və ona havadarlıq edən dövlətlərin tapdağı altındaydı. Və çox şükürlər olsun ki, 2020-ci ildə sentyabr ayının 27-sində prezidentimiz Müzəffər Ali Başkomandanımızın hücum əmrinə qoşulan vətənpərvər gəncliyimiz, rəşadətli ordumuz nəhayət düşmən üzərində müzəffər qələbəsini elan etdi, düşməni kapitulyasiya aktını imzalamağa məcbur etdi və bununla da bizim düşmən tapdağı altında torpaqlarımız, düşmən tapdağı altında torpaqlarımız azad etdi və bu gün şükürlər olsun ki, həmin işğaldan azad olmuş torpaqlarda çox sürətli tikinti, quruculuq bərpa işləri həyata keçirilir, davam edir. Bizim keçmiş məcburi köçkün əhali mərhələli şəkildə öz dədə-baba torpaqlarında daimi məskunlaşır. Və bu da mən deyərdim ki, istər 20-ci əsr olsun, istər 21-ci əsr olsun, 100%lik qələbəni qazanan dövlət, xalq Azərbaycan xalqıdır. Və mən bayaq qeyd etdiyim kimi, təkcə 30 ilə yaxın müddət ərzində yox, 200 ildən artıq bizim torpaqlarımızda terror təcavüz əsdirən, bizim Qarabağda, Şərqi Zəngəzurda ikinci erməni dövlətini yaratmaq istəyən Ermənistan darmadağın edildi, kapitulyasiya aktını imzalamağa məcbur edildi və bu gün də təbii ki, Azərbaycanın qədim özəl torpaqları olan Qərbi Azərbaycan, Göyçə, Zəngəzur, İrəvan xanlığı, Dərələyəz, hər birinin azad olunması ilə bağlı bizim qarşımızda çox ciddi bir məqsədimiz var, strategiyamız var və Ermənistan mən düşünürəm ki, və o Ermənistandakı revanşist qüvvələr dərk etməlidirlər ki, əgər onlar qısa müddətdə sülh müqaviləsi imzalamasalar, öz qondarma konstitusiyalarında Azərbaycana qarşı əsassız torpaq iddialarını, konstitusiyasını çıxarmasalar, Azərbaycan növbəti əməliyyatlarla Azərbaycanın öz tarixi torpaqlarını düşmən tapdağından azad etmək məcburiyyətində qalacaq. Düzdür, cənab prezidentimiz dedi ki, biz Qərbi Azərbaycana qayıdacağıq, ancaq öz maşınlarımızla, sülh yolu ilə. Amma Ermənistan yenə də öz revanşist niyyətlərindən, mövqelərindən əl çəkməsə, təbii ki, Azərbaycan çox qısa müddətdə Zəngəzur koridorunu düşmən tapdağından azad edəcək. Amerika Birləşmiş Ştatlarında bildiyimiz kimi, Amerika Birləşmiş Ştatlarının rəhbəri Donald Trump'ın iştirakı ilə Ermənistanla Azərbaycan arasında bir saziş imzalandı. Zəngəzur dəhlizinin açılması ilə bağlı buna TRIP layihəsidir. Amerika, Ermənistan. Amma bildiyimiz kimi Ermənistan seçkilərdən sonra bizim hələ də gözlədiyimiz mövqeni sərgiləmir. Hələ də konstitusiyasında, o qondarma konstitusiyalarında lazım olan düzəlişləri etmir. Amma biz gözləyirik. Təbii ki, cənab prezident demişəm, bizim səbrimizin də bir həddi hüdudu var və bu məsələlərdən zərərli çıxan yəqin ki, Ermənistan olacaq. Əgər Ermənistan bu coğrafiyada sülh şəraitində yaşamaq istəyirsə, inkişaf etmək istəyirsə, Azərbaycan şərtlərini qəbul etməlidir. Bəli, elə Qarabağdan söz düşmüşkən, bilirik ki, siz də Qarabağın belə deyək, gözü olan Laçındansınız. O Laçının işğaldan azad olunma xəbərini necə xatırlayırsınız və ilk dəfə Laçına səfəriniz zamanı hansı hissləri keçirdiniz? Onu bizimlə bölüşün. Bilirsiniz ki, Ermənistan kapitulyasiya aktını imza atanda Kəlbəcər, Laçın və Ağdam rayonlarının sülh yolu ilə azad olunması öhdəliyini üzərinə götürdü. Və Laçın da dekabrın 1-də işğaldan azad olundu. Və 2021-ci ildə mən ilk dəfə öz doğulub boya başa çatdığım kəndimizə getdim. Təbii ki, bir insanın öz doğulub boya başa çatdığı, uşaqlıq təəssüratları, ilk məktəbə getdiyi anları göz önünə gətirəndə və dağıdılmış, viran qoyulmuş evlərini, məktəblərini, qonşularının, sinif yoldaşlarının həyətini o vəziyyətdə görəndə onu hər hansı dillə demək və o hissləri qələmə almaq və o hissləri
yaşadığın hissləri çatdırmaq mən düşünürəm ki, çox çətin bir mərhələdir. Bəlkə də bizə ən böyük təsəlli, bəlkə də bizə ən böyük demək olar ki, bizim torpaqlardan, işğaldan azad olunmuş torpaqlarımıza yenidən qayıtmaq ümidimiz idi, o ümid reallaşmışdı deyə bizim bir gözümüz ağlayırsa artıq biz gözümüz gülməyə başladı və bugün şükürlər olsun ki, bizim işğaldan azad olunmuş ərazilərimizdə bayaq dediyim kimi tikinti, quruculuq, bərpa işləri davam edir. Və mən ümid edirəm ki, bizim Laçın şəhəri gözəlləşdiyi kimi bizim Laçın ətrafı, hətta bizim kəndimizin də gələcəkdə tikilib inşa olunması həyata keçirilər. Və biz təbii ki, dövlətimizə, cənab prezidentimizə inanırıq və biz səbrlə mərhələli şəkildə öz kəndimizə də qayıdacağımız günü gözləyirik və bu gün də gəlib çatacaq. İnşallah. Məsələ bu hisslərdən qaynaqlanaraq böyük ehtimalla Laçının Arduşlu kəndi haqqında film çəkdirmisiniz. Mədəniyyət Nazirliyinin qrant müsabiqələrinin birində biz Bir Kəndin Taliya adlı film təqdim etdik, layihə təqdim etdik. Mədəniyyət Nazirliyi təbii ki, bu filmin çəkilişini dəstəklədi və bu filmdə təkcə Laçın rayonu Arduşlu kəndinin yox, bu filmin çəkilişi ilə biz bütövlükdə işğal altında qalan kəndlərimizin taleyinə işıq salmağı biz hədəfləmişdik. Mən güman edirəm ki, müəyyən dərəcədə biz öz hədəfimizə çatdıq. Çünki dağıdılmış, viran olmuş infrastruktur, yollar, məktəblər, yaşayış binaları, klublar, mədəniyyət ocaqları, bu təkcə bir kəndin başına gələn hadisələr deyildi. Bu yüzlərlə, minlərlə kəndimizin, şəhərimizin, mədəniyyət ocaqlarımızın başına gətirilən bir vandalizm hərəkətləri idi ki, biz onu bir kəndin simasında təqdim edə bildik. Və yaxınlarda təbii ki, təşəkkür edirəm sizə də, sizin də bu məsələdə az rolunuz oynadı və bu çəkilişdə sizin yaxından iştirakınız da mən düşünürəm ki, çox müsbət bir aura yaratdı və filmin çəkilişi başa çatıb. Yəni, yaxın günlərdə yəqin ki, o filmin nümayiş olunmasını da biz təmin edəcəyik. İnşallah. Sizcə bu cür sənədli filmlər gələcək nəsillə tarixi yaddaşının formalaşması üçün hansı rol oynayır? Təbii ki, Ermənistana heç vaxt bizim qonşuluğumuzda Ermənistanın harasa köçüb gedəcəyini təbii ki, baxmayaraq ki, Qafqaza sonradan gəliblər, amma Qafqazdan düşünürəm ki, heç vaxt da bunların getmə fikri də yoxdur. Və onu da çox yaxşı bilirik ki, Ermənistan heç vaxt öz məkirli niyyətindən əl çəkməyib, hər an onun əlinə biraz imkan düşsə, yenə də Azərbaycan torpaqlarında hər hansısa bir terror, təcavüz aktı törətməyə hazır bir vəziyyətdədirlər. Amma bizim xalq biraz etiraf etmək lazım ki, ürəyi təmiz və unutqan xalqdır. Təbii ki, çəkilən bu filmlərdən və sosial şəbəkələrin verdiyi imkanlardan istifadə edərək bu filmlərin yayımlanmasını biz təmin etməliyik. Gənclərin milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə olunmasında təbii ki, mən düşünürəm ki, bu filmlərin çox böyük rolu ola bilər və gənclərin bu filmlərə baxması üçün müəyyən təbliğatı işlərin aparılması da mütləq vacibdir və yaxınlarda da mən düşünürəm ki, bu filmin təqdimatını biz keçirdikdən sonra bunun yayımlanması da təmin olunacaq. Bəli, bir çox filmlər izləmişik. Həqiqətən bir neçə belə deyək, kənd sakinindən ibarət olub. Lakin sizin filmdə 100-dən çox idi deyəsən. 100 nəfərə yaxın bir kənd sakinlərini bir araya gətirdiniz. Həqiqətən çox böyük iş görmüsünüz. Bunun üçün də sizə xüsusi təşəkkürümü bildirirəm. Bu kənd Qırqız dağının ətəyində yerləşir. Ora çox çətin relyefi olan bir yer idi. Relyefi və yol infrastrukturu demək olar ki, həddindən artıq çətin bir şəraitdə getdik, biz ora çatdıq
və orada kənd əhalisinin həvəslə gəlib o çəkilişlərdə iştirak eləməsi, öz təəssüratlarını bölüşməsi təbii ki, bu elə filmin ən böyük, belə deyək də, təbliğatı işinin təşkilinə böyük rol oynadı. Çünki əgər əhali buradan könüllü surətdə 100 nəfərə yaxın kənd sakini o uzaq yolu qət eləyib, o çətin yollarının o kənddə taleyinə işıq salmağa gedirsə, bunun özü də təbii ki, insanlarımızın vətənpərvərliyindən və bu məsələlərin gələcək nəslə çatdırılmasında onların da rolunun iştirakının təmin olunmasında bir töhfəsi idi. Qarabağın dirçəlişi və doğma yurda qayıdış prosesi barədə fikirləriniz necədir? Qarabağın dirçəlişi ilə bağlı mən bayaq qeyd etdim. Böyük qayıdış böyük qayıdışa dair birinci dövlət proqramı əsasında bilirik ki, işğaldan azad olunmuş ərazilərimizdə böyük tikinti quruculuq işləri, bərpa işləri bir daha deyim həyata keçirilir. Və cənab prezident demişkən Qarabağ artıq Şərqi Zəngəzur cənnətə çevrilir. Bizim əhali ora çox həvəslə qayıdırlar. Bəzən mən burada bir qısa haşiyə çıxmaq istəyirəm. Sosial şəbəkələrdə son vaxtlar keçmiş məcburi köçkünlərin ünvanına bəzən çox vaxtı bilərəkdən və ya bilməyərəkdən müəyyən bir düşmən dəyirmanına su tökən şəxslərin öyrətməsi ilə məcburi köçkünlərə bir nəfərin hər hansısa bir lüzumsuz addımına görə yüz minlərlə bu təbəqənin insanına qarşı qarayaxma kampaniyası aparılır. Bu da təbii ki, yol verilməz haldır. Bəzən elə ifadələr işlədirlər ki, mən özüm də bir keçmiş məcburi köçkün kimi çox böyük bir ürək ağrısı ilə qarşılayıram bu məsələləri. Bizim torpaqlarımız işğal olunan vaxtda bütün rayonlarımız, bütün əhalimiz, paytaxt bu insanlara qucaq açdılar. O vaxtda Ermənistan Azərbaycana qarşı hücum eləyəndə onlar Laçına, Şuşaya, Kəlbəcərə, Laçın, Şuşa, Kəlbəcərdir deyə hücum etmirdi. Azərbaycandır deyə hücum edirdi. Və bu gün də bizim işğaldan azad olunmuş ərazilərimizdə bayaq qeyd etdiyim kimi məcburi köçkünlər məskunlaşır, keçmiş məcburi köçkünlər. Amma müəyyən bir 30 ilə yaxın müddət ərzində tamamilə vandalizmə uğrayıb məhv olmuş yerlərə sıfırdan infrastruktur qurulur. İşıq, su, qaz, yol çəkiləndən sonra artıq evlər, müəyyən ictimai yaşayış obyektləri tikilir və bu əhalinin ora qayıtması prosesi müəyyən bir zaman aparır. Və bugün bəzi adamlar deyir ki, bugün bu torpaqlar işğaldan azad olunmuş ki, hamı qayıdıb çıxıb getməlidir, Bakı boşalmalıdır, Gəncə boşalmalıdır, digər rayonlar boşalmalıdır. Amma onlar dərk eləmirlər ki, buna milyardlarla vəsait lazımdır. Və bu bir günün, 5 ilin, 3 ilin işi deyil. Yəni bu dövlət proqramı yəqin ki, 15 ilə 20 ilə bəlkə daha çox müddətə başı gələ bilər və məskunlaşma prosesi, daimi məskunlaşma prosesi vaxt apara bilər. Ona görə də mən düşünürəm ki, bəzən insanların bizim keçmiş məcburi köçkünləri hədəf alanda bu reallıqları dərk eləmələri lazımdır və düşmən dəyirmanına su tökməmələri lazımdır. Onlar dərk etmirlər ki, o sosial şəbəkələri bizimlə bərabər bizim düşmənlərimiz də izləyirlər və sonra ondan Azərbaycana qarşı qara PR kimi istifadə edirlər. Ona görə də mən düşünürəm ki, bu məsələlərdə biz mütləq məsuliyyətli olmalıyıq, dövlətimizin apardığı siyasəti dəstəkləməliyik, güvənməliyik və əhalimizin öz dədə-baba torpaqlarına qayıdışı ilə bağlı çox ciddi dəstəyimizi göstərməliyik. Bəzən bir məsələni də vurğulayım. Bəzən görürsən ki, geriyə qayıtmış, keçmiş məcburi köçkünlərin arasında da görürsən birdən lazımsız ifadələr işlədənlər olur. Məsələn, deyir ki, niyə tutaq ki, Laçında, Şuşada, nə bilim, Xankəndində, digər rayonlarımızda kənar rayonlardan gələn insanlar işləyir. Və keçən də bir tədbirdə mən dedim ki, bu torpaqların azad olunması üçün Şuşalılar, Laçınlar, Kəlbəcərlər, Qarabağlar tək döyüb, bütün Azərbaycan döyüşür.
Şəkili də, Bir bayraq Lənkəranlı da, altında, bəli. Biləsuvarlı da, Qubalı da döyüşəndə Azərbaycan torpaqlarının azadlığı uğrunda döyüşüb. Bu gün sizinlə, bizimlə bərabər onların da burada yaşamaq və işləmək haqqı var. Ona görə də indi bir nəfər məcburi köçkün dediyini biz bütün insanlarla Şamil etmək olmaz, bəli. şamil edə bilmərik ki. Düz. Bu baxımdan mən düşünürəm ki, hər bir insan danışdığını məsuliyyətlə yanaşmalıdır. Dövlətimizin, bir daha deyirəm, apardığı siyasətə güvənməli və dəstək verməlidir. O cür insanları sadəcə olaraq bir misal deyim də sizə. Qaçqın və Məcburi Köçkünlərin Dövlət Komitəsi var, hansı ki, qaçqın və məcburi köçkünlərlə çalışır. Ora dəvət etmək lazımdır. Ora Qarabağa qayıtmaq istəyən insanların sadəcə orada növbəsini görsünlər. Ondan sonra yəqin ki, fikirlərini Təbii dəyişərlər. ki, bu Dövlət Komitəsi öz fəaliyyətindədir. Eyni zamanda bilirsiniz ki, Azərbaycan Respublikası Prezidentinin işğaldan azad olmuş rayonlarda xüsusi nümayəndələri fəaliyyət göstərir. Eyni zamanda həmin ərazilərdə dövlətin həyata keçirdiyi o proqramları həyata keçirən komissiya var. Bu insanlar müraciət edirlər, amma bəzən elə hesab edirlər ki, bugün mən müraciət etdimsə, mənim müraciətim hökmən bugün həll olunmalıdır. Və hər bir işin çətinliyi var. Və mən düşünürəm ki, bəzən istər aidiyyatı dövlət orqanlarının bu məsələlərdə nəzarəti biraz güclənməlidir. Mən bunu tam məsuliyyətimlə deyirəm. İşğaldan azad olunmuş ərazilərdə Cənab Prezidentin ayırdığı külli miqdarda vəsait hesabına tikinti qurucu işləri yüksək səviyyədə həyata keçirilir. Amma bəzən çox keyfiyyətsiz bir işlərin biz şahidi də oluruq. Bunu məcburi köçkünlər özləri, keçmiş məcburi köçkünlər sosial şəbəkə hesablarında da paylaşırlar və təbii ki, bundan sonra dövlət orqanları məsələyə müdaxilə edir, çalışırlar ki, o negativ hallar aradan qaldırılsın və biz də Qayıdış və Dirçəliş naminə Gənclər Təşkilatı olaraq, Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının varisi olan bir təşkilat olaraq biz də çalışırıq ki, ictimai nəzarəti bu bölgələrdə həyata keçirək. Bu cür məsələlərin vaxtında həllinə nail ola bilək. Bəli, elə layihələrdən bayaq söz düşmüşkən, hazırda üzərində çalışdığınız yeni layihələriniz varmı? Bizim bir çox layihələr hazırlamışıq və təqdim etmişik. Bəziləri dəstəklənib, bəziləri dəstəklənməyib. Hansı obyektiv və subyektiv səbəblərdən mən onu burada açıqlamaq istəmirəm. Amma təbii ki, bizim adımızdan da göründüyünüz kimi bizim missiyamız qayıdış və dirçəliş prosesində gənclərin səfərbərliyinin və iştirakının təmin olunmasıdır. Və bu sahədə təbii ki, biz qeyri-hökumət təşkilatlarına, Dövlət Dəstək Agentliyi ilə, Azərbaycan Gənclər Fondu ilə, Gənclər və İdman Nazirliyi ilə müxtəlif layihələr həyata keçirmişik. Və bu gün də müxtəlif layihələr təqdim etmişik və ümid edirik ki, bizim fəaliyyətimizi dəyərləndirərlər, qiymətləndirərlər və o layihələrin həyata keçirilməsində həmin qurumlar öz dəstəklərini göstərə bilərlər. Elə qeyri-hökumət təşkilatları barədə bir sual vermək istəyirəm. Bildiyimiz kimi, qeyri-hökumət təşkilatların maliyyələşməsi bir pəncərə sistemi üzərindən həyata keçiriləcək. Bunun mənfi və müsbət tərəfləri haqqında nə deyə bilərsiniz? Bu, Azərbaycanda ilk dəfədir ki, bu tətbiq olunacaq. Bunun müsbət tərəflərini mən deyərdim ki, təbii ki, məni tanıyanlar bilir ki, mən həmişə açıq söz olmuşam. Qrant verən dövlət qurumlarının əksəriyyətinin özlərinə yaxın qeyri-hökumət təşkilatları olub, bəzən də onların öz təşkilatları olub, öz himayə etdikləri təşkilatları olub və külli miqdarda qrant vəsaitlərini öz istədikləri qeyri-hökumət təşkilatlarına veriblər. Bunun müsbət istiqaməti ondan ibarət ola biləcək ki, vahid pəncərə sistemində artıq hər bir layihə maliyyələşdirən dövlət qurumu öz istədiyi kimi yenə də həmin təşkilatlara maliyyə ayıra bilməyəcəklər. Bunu artıq bir istər-istəməz bir nəzarət mexanizmi də tətbiq olunacaq. Bunun mənfi tərəflərinə gəldikdə isə bu hələ yeni bir institutdur, bunun mənfi tərəflərini hələ görmək mümkün deyil.
Çünki yeni başlayır Hı. və bunu da gələcəkdə görəcəyik. İnşallah. Vüqar müəllim, siz Azərbaycan gənclərinin siyasətində fəaliyyətinizə görə cənab prezident İlham Əliyev tərəfindən tərəqqi medalı ilə təltif olunmusunuz. Fəaliyyətinizə nə kimi təsir edib bu? Bilirsiniz, təvazökarlıqdan uzaq olsun, biz Azərbaycanda qaçqın və məcburi köçkün gənclər hərəkatını formalaşdırmış insanlarıq. Dövlət gənclər siyasətinin həyata keçirilməsində qaçqın və məcburi köçkün gənclərin iştirakını təmin etmiş təşkilatıq. Dövlətin apardığı prinsipal siyasəti müdafiə edən və müsəlləh əsgər kimi bu siyasətin arxasında daim dayanan bir təşkilatıq. Təbii ki, 2019-cu ildə cənab prezidentimiz tərəfindən bizim fəaliyyətimizə bu mənə verilən təqdim olunan bir təltif kimi qəbul etmirik. Bunu bizim təşkilatın ümumi fəaliyyətinə verilən bir qiymət kimi qəbul edirik və cənab prezidentə həmişə minnətdarlığımızı bildirmişik. Və belə bir təbii ki, fəaliyyəti biz bu gün də davam etdiririk və bu gün hər hansı bir təltif üçün açıq, tam səmimi deyirəm, biz fəaliyyət göstərməmişik. Biz qarşımıza qoyduğumuz məqsədlərə prinsipallıqla nail olmaq üçün fəaliyyət göstərmişik. Və bugünkü kimi heç vaxt qrant layihələri biz görməmişik. Biz o vaxt heç belə bir gənclər siyasəti ilə bağlı, qeyri-hökumət təşkilatları ilə bağlı dövlət proqramlarının həyata keçiriləcəyini də heç təsəvvür etmirdik. Hətta Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatlar var idi ki, onlara bir çox qeyri-hökumət təşkilatları maliyyələşdirirdilər. Amma bugün ən çox narahat edici məqamlardan biri odur ki, beynəlxalq təşkilatlar vaxtı ilə bizə 1 manat olsun vəsait ayırmayıb. Bizi deyiblər, siz dövləti dəstəkləyən təşkilatsınız. Amma sonradan ki, milli donor institutları yarandı, həmin beynəlxalq təşkilatlardan ən çox qrant alan təşkilatlar dövlətdən ən çox qrant təşkilatlara çevrildilər. Və bugün də o proses davam edir. Amma yenə də deyirəm, bizim fəaliyyətimizə cənab prezidentimizin verdiyi qiymət bizim qrant layihələri ilə həyata keçirilmiş fəaliyyətə görə deyil. Bu, könüllü olaraq apardığımız fəaliyyətə görə verilən qiymətdir və bir daha təşəkkür edirəm. Sonda izləyicilərimizə nə demək istərdiniz? Buyurun. Təbii ki, mən izləyicilərimizə bir daha xoşbəxt həyat, əmin-amanlıq arzulayıram və Qarabağ problemini biz gələcək nəslə qoymadığımız kimi İnşallah Zəngəzur məsələsində, Qərbi Azərbaycan məsələsində biz gələcək nəsillərə qoymayacağıq. Mən xalqımıza onu arzulayıram ki, inşallah Naxçıvanla Azərbaycanın böyük hissəsini birləşdirdiyi günü biz görək, nail olaq. Və daim xalqımıza qələbə yaraşır. Bu qələbənin qədrini bilək. Cənab prezidentimizin apardığı siyasəti prinsipallıqla dəstəkləyək. Biz elə bir geopolitik məkanda yerləşirik ki, Azərbaycanın hər tərəfdən təzyiqlər var. İstər öz sərhədləri daxilində, istər sərhədlərdən kənarda və ona görə də mən xalqımıza birlik, əmin-amanlıq və daim belə qələbələr arzulayıram. Və sizə də təşəkkür edirəm bu gün dəvət. Və beləliklə bugün də verilişimizin sonuna çatdıq. Bugünkü verilişimizin qonağı isə 3-cü sektor vətəndaş məsuliyyəti koalisiya koordinatoru Vüqar Qədirov idi. Sağ olun, sağlıqla qalın.